Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 20 aprel 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Tərməz. Bugün olan buraxılışımız 12 səhifədən ibarətdir. İlk səhifəmizdə müasir çağırışlar, yaşıl enerji gündəliyi başlıqlı məqalə dərc edilib. Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın müxtəlif dövlətlərlə qurduğu ikitərəfli əlaqələr, mehriban dostluq və əməkdaşlıq münasibətləri ildən ilə genişlənərək məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Azərbaycan-Çin münasibətlərinin intensivləşməsinə təsir göstərən ən mühüm faktorlardan biri iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri və maraq kəsb edən məsələlər üzrə əldə edilən razılaşmalardır. Azərbaycan Respublikası Prezidentinin fərmanları, həmçinin Azərbaycan Respublikasının qanunu isə ikinci səhifəmizdə dərc edilibkən, ətraflı şəkildə tanış olmaq üçün söz gedən səhifəmizə baxa bilərsiniz. Yeni reallıqlar fonunda Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfdaşlığı başlıqlı yazı isə 3-cü səhifəmizdə yer alıb. Ötən ilin dekabrında İranın Məşhəd şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci sessiyasında qəbul olunmuş Məşhəd bəyannaməsi regional əməkdaşlığın və strateji həmrəyliyin dərinləşməsinə yönəlmiş siyasi iradənin ifadəsidir. Bəyannamədə cari ildə YET-in 17-ci sammitinin ölkəmizdə keçirilməsi ilə bağlı qərar ilk növbədə Azərbaycanın regional əməkdaşlıq platformalarında artan nüfuzunun sabit və proqnozlaşdırıla bilən tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. 4-cü səhifəmizdə yer alan faydalı tərəfdaşlığın və strateji addımların bəhrəsi başlıqlı yazıda qeyd edilir ki, Azərbaycanla Çin arasında paralellər aparmaq çətin görünə bilər. Bir tərəfdə nəhəng ərazisi, milyarddan çox əhalisi və dünya iqtisadiyyatının aparıcı oyunçularından biri, digər tərəfdə isə Cənubi Qafqazın strateji nöqtəsində yerləşən, coğrafi və demoqrafik baxımdan kiçik bir dövlət. Amma beynəlxalq münasibətlərdə bəzən rəqəmlər deyil, münasibətlərin mahiyyəti, səmimiyyəti və qarşılıqlı ehtiram həlledici rol oynayır. Qəzetimizin 5-ci səhifəsində isə olduqca maraqlı məlumatlar dərc olunub ki, onların başlıqlarını sizə təqdim edirik. Mahacqala şəhərində görkəmli dövlət xadimi Əziz Əliyevin heykəl kompleksi ziyarət edilib. Energetika naziri Albaniyanın Korça şəhərinin qazlaşdırılması layihəsinin təqdimatında, Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək layihəsinin icrasına başlanılıb. Problemlərin həllinə həssaslıqla yanaşılır. Qəzetimizin 6-cı səhifəsində günün siyasi nəbzi tutulub. Bu səhifədə qarşılıqlı hörmətə və milli maraqların nəzərə alınmasına əsaslanan dostluq başlıqlı məqalə yer alıb. Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığı təkcə müsbət qonşuluq əlaqələrindən qaynaqlanmır. Bu münasibətlərin təməlində ortaq maraqlar, qarşılıqlı güvən və illərin sınağından çıxmış dostluq dayanır. Bu iki ölkə artıq uzun illərdir ki, bölgənin təhlükəsizlik arxitekturasında əsas dayaqlardan birinə çevrilib. Real iqtisadi layihələr, enerji kəmərləri, nəqliyyat arteriyaları, birgə forumlar bu münasibətlərin nə qədər dərin və çoxşaxəli olduğunu sübut edir. Rəsmi Bakı ilə Tbilisi arasında tərəfdaşlıq təkcə region üçün deyil, bütöv Avrasiya qitəsi üçün strateji önəm daşıyır. Qəzetimizin 7-ci səhifəsindəki hadisələr kontekstində rubrikasında isə qırmızı kepkalı Paşinyan və yaxud ikinci inqilabın havası başlıqlı məqalə dərc edilib. Paşinyan Gümrüdəki sarsıdıcı məğlubiyyətini Qazaxda qırmızı kepka ilə qeyd edib. Aprelin 18-də Ermənistanın baş naziri Qazax rayonunun Xeyrimli kəndi ilə sərhəddə yerləşən Kiransa səfər edib. Rəsmi versiyaya görə səfərin məqsədi delimitasiya sonrası görülən işlərlə və kənd infrastrukturunun durumu ilə tanışlıq olub. Bu barədə Paşinyan özünün Facebook səhifəsində paylaşımla çıxış edib. 8-ci səhifəmizdə isə günün siyasi nəbz rubrikasında Azərbaycan-Xorvatiya əlaqələrinə həsr edilən reallıqlara və müstəqil siyasi iradəyə söykənən gələcək başlıqlı məqalə yer alıb. Xəzərin sahilində yerləşən Azərbaycan da Adriatik sahillərində qərar tutan Xorvatiyanın ilk baxışda bir-birindən uzaq, fərqli ölkələr hesab etmək olar. Lakin iki dövlət arasındakı münasibətlər zamanın sınaqlarından keçərək strateji tərəfdaşlığa qədər yüksələn dostluq nümunəsidir. 9-cu səhifəmizdəki kommunikasiya xətləri şərtsiz açılmalı, maneəsiz keçid təmin olunmalıdır başlıqlı məqalə isə hadisələr kontekstində rubrikasında yer alıb. 300 mindən çox insanı doğma torpaqlarından ayıran Ermənistan 2020-ci il 10 noyabr bəyanatı ilə maneəsiz keçid təmin etmə öhdəliyini üzərinə götürdü. Lakin bu öhdəliyi ya unutmaq ya da dəyişmək niyyətindədir bu ölkə. Azərbaycanın isə bu məsələdə mövqeyi qəti və dəyişməzdir. Naxçıvana maneəsiz, suveren və hüquqi əsaslarla keçid təmin olunmalıdır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir və heç bir siyasi konfigurasiya bu reallığı dəyişdirə bilməz. Mükəmməl mürəkkəb memarlıq başlıqlı rubrika isə 10-cu səhifəmizdə yer alıb. O cümlədən bu səhifədə müdrikliyin, qətiyyətin, ana dilinə məhəbbətin ifadəsi başlıqlı bir yazı dərc edilib. 1978-ci il aprelin 21-də
Azərbaycan SSR Ali Sovetinin 9-cu çağırış 7-ci sessiyasında yeni konstitusiya qəbul edildi. Dövlət xadimi Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində konstitusiyanın 73-cü maddəsi ilə Azərbaycan dili Respublikanın dövlət dili elan edildi. Maddədə deyilirdi: Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Qəzetimizin 11-ci səhifəsində Azərbaycanın qaynanası Nəsibə Zeynalovanın doğum gününə həsr edilən yazı yer alıb. Azərbaycan teatr və kino salnaməsində elə simalar var ki, onların adı xalqın yaddaşına yazılıb. Onlar obraz yaratmayıblar, həyatı göstəriblər. Belə sənətkarlardan biri xalqın dilində qaynana, ruhunda isə təbəssüm, nostalji və ehtiram kimi yaşayan Nəsibə xanım Zeynalovadır. O təkcə rollar oynamadı, xalqı ilə nəfəs aldı. Minlərlə ailənin əziz qonağına çevrildi. Qəzetimizin son səhifəsində isə Sağlam Həyat rubrikasında maraqlı məlumatlar və bəzi sualların cavabları yer alıb. Beləliklə qəzetimizin son səhifəsi həm də hava haqqında məlumatla yekunlaşır. Bizim isə sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.